Ümumiləşdirici təkrar bölməsindən tapşırıqlara baxaq. Fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyən edin. Qrammatik məna nədir? Sözün hansı nitq hissəsinə aid olduğunu tapaq. Sağ tərəf sakinlərin istirahət yeridir. Tərəf, burada isim kimi işlənir. Bir də var, fəhlələr idarəyə tərəf. Hara, idarəyə tərəf, idarəyə doğru. Burada artıq qoşma kimi işləndi. Doğrudur, köməkçi sinksi. Tək əldən səs çıxmaz. Hansı əldən? Sifət kimi işləndi burada. Burada qoşma verdik. Bir də o sevincdən quş tək, quş kimi. Burada qoşma kimi işləndi. Toydan sonra nağara. Toydan sonra çıxışda qaldı qoşma. Çıxışda qalılan sözdə qoşulan qoşma. Əvvəl düşün, sonra danış. Zərf, zaman zərfi. Çayın üzü güzgü kimi, güzgü tək. Bənzətmə qoşması. Kimi süfrələri bəzir, kimi qabları. Qeyri-müəyyən məzmunlu əvəzlik. Aha. Davam edək. Nöqtələrin yerinə uyğun qoşmalar əlavə edərək cümlələri köçürək və artırdığımız qoşmaların yaratdığı mənanı müəyyən edək. Hamı heyrətlə yola tərəf baxırdı. Aha, burada qoşmanı artırdıq və yola tərəf, yola doğru bu istiqamət məzmununu yaradan qoşmadır. Soyuq olduğuna görə qalın paltar geyindik. Görə. Səbəb məzmunlu qoşma. Soyuq olduğu üçün, soyuq olduğuna görə. Sonra çıxış üçün direktora söz verildi. Səbəb məqsəd məzmunlu qoşma. Sinif iclası saat 2-yə kimi, 2-yə dək. Burada kimi də bilirsiniz ki, məsafə məzmunlu qoşmadır. Küçənin o biri başına kimi kiçik bayraqlar asılmışdı. Burada biraz fərqli məzmun var. Sinif iclası saat 2-yə dək də yaza bilərik. Onda bunu zaman kimi verək. 2-yə cən, 2-yə dək. Küçənin o biri başına kimi, yenəsində o biri başına kimi, o biri başına qədər. Bu da olsun məsafə məzmunlu. Hamıdan qabaq sən gəldin. Hamıdan öncə də ola bilər. Bu da nə oldu? Zaman məzmunlu qoşma. Cümlələrdə işlənmiş bağlayıcılarla onların yaratdığı məna əlaqəsini müəyyənləşdirək. Dəniz gah kükrəyib daşır, gah da sakitləşirdi. Gah nə oldu? Bölüşdürmə. Əgər məsələ həllində çətinlik çəksən, kömək edərəm. Əgər nə oldu? Şərt bağlayıcı. Göy guruldadı və nə oldu? Birləşdirmə bağlayıcısı. Çox yorulmuşduq, lakin, amma, ancaq, halbuki bu nədir? Qarşılaşdırma bağlayıcısı. Heç kim dinlənmir. Çünki, ona görə ki, ondan ötürü ki, söhbəti çox maraqlı idi. Cümlələrdə işlənmiş qoşma və bağlayıcıları cədvəl üzrə qruplaşdıraq. Sinoptiklərin məlumatında deyilir ki, külək səhərəcən davam edəcək. Burada fikir verin, cən qoşması var. Səhərə kimi zaman olsun. Bir də var, deyilirdi ki də olsun bağlayıcı. Yəni, bu nədir? Aydınlaşdırma bağlayıcısı. Mən bu formada deyirəm, siz yazanda, məzmunda belə yazarsınız. Tətildən əvvəl xeyli kitab aldım. Tətildən əvvəl. Əvvəl nədir? Zaman məzmunlu qoşma. Sonra, çünki boş vaxtımda mütaliə etmək istəyirəm. Çünki də nədir? Səbəb məzmunlu. Çünki isə səbəb məzmunlu bağlayıcı. Çünki ona görə ki. Rejissordan savayı, rejissordan başqa, rejissordan qeyri fərqlənmə bildirən qoşmadır və mənaçalarını buraya yazarsınız. Aktyorlar və nə oldu? Birləşdirmə bağlayıcısı. Sənan da bacısı tək rəsm çəkməyi sevir. Ona görə də anası ona boy alır. Sənan da nə oldu? Sənan da, Əli də, demək, başqaları da iştirak, sadalama var da, iştirak bağlayıcısıdır. Bacısı tək, bacısı kimi. Tək nə oldu? Qoşma, bənzətmə qoşması. Ona görə də nə oldu? Ona görə də səbəb, ona görə də, buna görə də, çünki səbəb bağlayıcısıdır. Müəllim Əsmər haqqında, Əsmərə aidlik bildirən qoşmadır haqqında. Burada yazarsınız aidlik. Xoş sözlər dedi və təşəkkürnaməni ona təqdim elədi və bir dəfə də işlənmişdi. Bu da olsun
birləşdirmə bağlayıcısı. Başqa tapşırığımız məncə yoxdur. İzah lüğətdir. Burada baxa bilərsiniz. Bu qədər.